ölçüsü var. Atam ile parka getmişdik. Oturaqların birində oturmuşduq. Mən şarımı oynadırdım. Atam isə qəzet oxuyurdu. Pislöyünlü bir kişi gəlib mənim yanımda oturdu. Onun pis işləri bizi bezdirmişdi. O sigaret çəkib tüstüsünü atamın üzünə pilədi. Atam dinmədi. Atamın papağını götürüb tücsüz başına güldü. Atam yenə də bir söz demədi. Sonra isə ağaca bənzər barmağı ilə papağı dəldi. Atam üzüldü, amma yenə də dinmədi. Sigaretinin odunu mənim şarıma basıb onu patlatdı. Mən çox üzüldüm, ağlamağım tutdu. Atam mənim üzüldüyümə acıdı. Gözümün də ölçüsü var düşündü. O pis davranışlı kişinin əncinə bir yumruq yapışdırdı. Kişi oturaqdan düşdü, sonra da başı dönərək çıxıb getdi. Bizim də yaxamız qutardı. Bu gözüm ilə döyüşdə atam papağını, mən isə şarımı